Rusiyadakı Putinizm, Azərbaycandakı Heydərizm öz kökünü alır SSR-nin KGB sistemindən və onun memarı arxitektor olan Andropovdan. Putin və Heydər Andropov irsinin həm yetirmələri olublar. Putin ümumiyyətlə Andropov Putinin kumiri olubdur. Məncə Heydər Əliyevin də. Çünki 1967-ci ildə Andropov KGB-nin sədri seçilir. Ta 1982-ci ildə Brejnev ölüb onun yerinə keçənə kimi. Və 1967-ci il Azərbaycan tarixi üçün də tanış ildir. Çünki 67-ci ildə Heydər Əliyev Azərbaycan Respublikasında, Sovet Sosialist Respublikasında KGB-nin sədri olur və ilk Azərbaycanlı olan sədri olur. Demək ki, bu insan SSR NKVD-sində hansı böyük xidmətlər göstərib ki, Andropov onu KGB-nin sədri edir və sonra 82-ci ildə özü baş katib olanda SSR-də Heydər Əliyev də yanına Moskvaya aparır. Amma orada bilirsiniz ki, Andropov qoca idi və Andropov ölür. Sonradakı qocaları istəməyən Qarbaçov onlardan təmizləmək istəyəndə və Qarbaçovun xəttini bəyənməyib Heydər Əliyev onu tənqid edəndə Heydər Əliyevi 87-ci ildə istifaya göndərdi. Amma sonra 93-də Azərbaycana yenidən qaydanda, 2000-də də Putin Rusiyanın başına keçəndə həmən sistemin bərpası başladı. Yavaş-yavaş qaykalar bağlandı və indiki dövrə çatdı. Nə Heydər Əliyev, nə də ki Andropov Böyük Vətən müharibəsində iştirak etməyiblər. Amma Heydər Əliyev haqqında Wikipediyada verilən məlumata baxanda bir uzun siyahı orden medalların içində başda da Böyük Vətən müharibəsində gördüyü xidmətlərə görə nə qədər mükafatlar, orden medallar alıb, yəqin ki bu Sovetin NKVD çekiş sisteminin xidmətlərindəndir. Andropov demokratiyaya da nifrət edirdi, qərbə də. İlk dəfə xalqın kütləvi çıxışını 1956-cı ildə Macaristanda işləyən vaxtı küçələrə çıxışını gördü və o qədər dəhşətlə bundan yazıb ki, ən dəhşətli şey yüz minlərlə idarə olunmaz bir kütlənin küçəyə çıxmasıdır və çalışıb ki, bunu elə onda da sonra 68-də Praqa baharı olanda Çexiyada qanla yatırsın. Halbuki Macaristan da Çexoslovakiyada çox böyük şey istəmirdilər. İnsan sifətində olan azcana demokratiya istəyirdilər. 1956-cı ildə Rusları evinə göndərə bilməyən Macarlar sonunda 2026-cı ildə məncə istəklərinə çatdılar və onların Səhiyyə Nazirinin də gözəl rəqsini görürük. Macar xalqı şənlik edir, sevinir. Mən də onlara baxıb sevinirəm, uğurlar diləyirəm. Orbanı matryoşkaya salıb göndəririk Putinə. Rusiya və Azərbaycan xalqı da ağlanmadıqca, özündə güc tapmadıqca Putinizm və Heydərizm irsi ilə öz yoluna davam edəcək. Çünki bu ölkələrdə baş verənləri ağılla izah etmək hələlik mümkün deyil.